Qəhrəman deyildikdə ağlınıza nə gəlir? Yaraşıqlı, ağıllı, hər kəs tərəfindən sevilən biri. Bir də anti-qəhrəman var. Anti-qəhrəman qəhrəmanın tam ziddidir. Qəhrəman güclüdür, anti-qəhrəman isə zəifdir, qorxaqdır. İnsanlar tərəfindən sevilmir. Osamu Dazai'nin İnsanlığı itirərkən romanının baş qəhrəmanı tam bir anti-qəhrəmandır. Kitabın ilk cümləsi belə qəhrəmanın özünü məğlub etməsi ilə başlayır. Utanc verici bir həyatım oldu. Yazarın digər əsərlərinə baxdığımızda bənzər həyat hekayələri ilə rastlaşırıq. Məsələn, Günəşin sönüşü. Burada qəhrəman qərarsız, zəif, alkoqola qurşanmış və müharibədən sonra öz yerini tapa bilməyən biridir. Və nəhayət son kitab. İnsanlığı itirərkən. Son kitab, çünki bu kitabdan sonra yazar intihar eləyir. O zaman sualımızı verək. Bu adamın dərdi nə idi? Kitab 3 şəklin hekayəsi ilə başlayır. Amma bu hekayəni bizə yazar özü deyil, xəyalı bir izahçının dilindən danışır. Sanki yazarda belə bir qorxu var. Mən öz hekayəmi özüm danışsam, insanlar oxumaq istəməzlər. Onu başqa birinin dilindən insanlara çatdırmalıyam. Bu cür özgüvənsiz davranışları biz necə insanlarda görürük? Maddi durumu aşağı olan, zahiri görünüşü ilə bağlı problemlər yaşayan, insanlar tərəfindən sevilməyən kəslərdə. Amma yazarın həyatına baxanda bunun tam əksi ilə qarşılaşırıq. Osamu Dazai ölkənin tanınmış və varlı bir ailəsində dünyaya göz açmışdı. Yaraşıqlı və qadınlar tərəfindən bəyən edildi. Eyni zamanda yazdığı kitablarla olduqca məşhur bir yazar idi. Bütün bunlara rəğmən bu adam həyatı boyunca 5 dəfə intihara cəhd elədi. Ölümə qarşı bu qədər istək duyan bir adamı həyatdan soyudan təməl səbəb nə idi? İnsan yaşamının nə demək olduğunu heç bir zaman başa düşə bilmədim. İnsan davranışları bütünlüklə mənim üçün öz sirrini qoruyur. Mənim xoşbəxtlik anlayışımla dünyanın xoşbəxtlik anlayışı uyğun deyildi və bu məni dəli eləyirdi. Bir insan nə üçün varlıq böhranı yaşayır? İki insan düşünək. Biri doğulur, böyüyür, heç bir şey sorğulamadan yaşayır və ölür. Amma ikincisi fərqlidir. O sorğuluyur, qane olmur, uyğunlaşmır. Bu iki insan arasında fərq nədədir? Bu fərqi aydınlaşdırmazdan öncə yazarın kitab dili ilə desək, Yozonun həyatına baxaq. Yozo Yaponiyanın tanınmış, varlı bir ailəsinə doğulur. Atası Genemon zəngin və nüfuzlu biridir. Eyni zamanda sərt və ənənəçidir. Anası Tane isə sakit və xəstə bir qadındır. Yazarın valideynləri ilə problemlərinin olduğu kitabın ilk səhifələrindən bəlli olur. Çünki Yozo digər övladlardan fərqlidir. O içə qapanıq, həssas və sorğulayıcıdır. Rituallar və ənənələr ona anlaşılmaz gəlir və içdən-içə bunları qəbul eləmir. Bəs əgər çevrənizdən fərqli düşünürsünüzsə, qarşılaşacağınız ilk reaksiya nədir? Təklik, yəni təcrid olunmaq. Yozo çox keçmədən çevrəsindən uzaq düşdüyünü anlayır. Bu uzaqlıq onda dərin bir emosional böhran yaradır. O, bu böhrandan çıxmaq üçün bir üsul əl atır. Klonluq. Yəni, həqiqi mənliyini gizlədib, saxta kimliklə insanlara yaxınlaşmağa başlayır. Biz burada qəhrəmanda dərin bir tərk edilmək qorxusu və özdəyər əksikliyi görürük. Belə bir hadisəyə fərqli cür reaksiya verə bilərdi. Məsələn, məni qəbul eləmirsiniz, eləməyin. Mən öz başımın çarəsinə baxaram. Amma Yozo bu qəbilədən deyil, özünə inamı çox aşağıdır. Eyni zamanda o bir öz kimliyə də sahib deyil. Kitab boyu qəhrəmanın kim olduğu haqqında heç bir fikrə sahib olmadığını görürük. Bu da oxucuda qəhrəmana qarşı qıcıq yaradır. Çünki qəhrəman dediyin hər addımını ölçüb biçən, özünü və mühitini yaxşı tanıyan, insanüstü bir varlıq olmalıdır. Biz qəhrəmanları ona görə çox sevirik ki, onlar bizi öz əksik tərəflərimizdən uzaqlaşdırır. Onların o müthiş qabiliyyətləri bizim qaranlıq və monoton gerçəkliyimizi rəngləyir. Amma Yozo, o tam bir xəyal qırıqlığıdır. Yozo oxucuda qıcıq yaradır, çünki oxucuya çox yaxındır. Hər kəs Yozoda özünün bir hissəsini tapa bilir. Yəni, Yozo insanüstü bir qəhrəman deyil də, olduqca insani biridir. Digər qəhrəmanlar kimi oxucuya yol göstərmir, əksinə öz yolunu itirib. Eynilə Dostoyevski qəhrəmanları kimi. Bu təsadüfü deyil, çünki yazar yaradıcılığında Dostoyevskinin əsərlərindən çox təsirləndiyini deyir. İnsanlardan çox qorxurdum, amma onlardan da ayrı qala bilmirdim. Klonluq eləyərək onlarla bağ qururdum, gülümsüyürdüm, amma içimdə dərin bir kədər vardı. Bu hal bir çox insan üçün danışdı. Biz bir ailəyə, bir cəmiyyətə doğuluruq. O ailənin, cəmiyyətin qayda qanunları olur və sürüdə qalmaq üçün qaydalara əməl eləməlisən.
əks halda sürüdən qovula bilərsən. Yozo da sürüdən qovulmaqdan qorxurdu, tək qalmaqdan qorxurdu. Buna görə də hər deyiləni eləyir, heç kimə qarşı çıxmırdı. Amma içindəki sorğulayıcı tərəf onu rahat buraxmırdı. Nə qədər izah eləsəm də heç nə dəyişməyəcəkdi. Onlar mənə həmişə cəmiyyətin yalnız yaxşı tərəflərini göstərmək istəyəcəkdilər. Bu bölümdə Yozo evindən uzaqlaşıb bir sahil qəsəbəsində məktəbə başlayır. Evindən uzaqlaşmaq onu xoşbəxt eləmişdi. Çünki ailəsinin yanında klounluq eləmək ona daha çətin gəlirdi. Aktyorlar üçün oynanması ən çətin yer öz məmləkətlərindəki teatrdır. Məktəbdə Takeiç adlı bir şagird tərəfindən rəssamlıq bacarığını kəşf eləyir. Van Goghun rəsmlərindən çox təsirlənir. O gündən etibarən rəsm seçməyə başlayır. Yaradıcılıq nədir? Bir özünü ifadə forması. Yəni, yaradıcı insanlar daxillərindəki həqiqi mənliklərini öz əsərləri vasitəsilə bizlərə göstərirlər və bundan bir tətminkarlıq duyurlar. Onların fanat kütlələri olur, sevilirlər, alqışlanırlar. Amma bizim qəhrəmanımız öz həqiqi mənliyi ilə barışıq olmayan və onu hər kəsdən gizlədən biridir. Hal belə olanda ona verilən istedad da qəhrəman üçün əzaba çevrilir. Çox bədbin şəkillər çəkməyə başlamışdım. Amma bu qədər qəlbimin dərinliyində gizlənən mənliyim üzdə şən bir şəkildə gülərkən, əslində qəlbim olduqca melanxolik idi. Klounluğumun arxasındakı kədərin görünməməsi üçün çəkdiyim şəkilləri dolabçamın ən arxasına gizlədirdim. Yolunu itirmiş bir adamın qarşısına çıxa biləcəyi ən trajedik hadisə nədir? Yolunu itirdiyindən xəbərsiz biri. Bu bölümdə Yozo Horiki adlı bir gənclə tanış olur. Horiki incəsənət məktəbinin tələbəsidir. Yozodan yaşca böyüdür. Olduqca da problemli biridir. Qısa müddət sonra Yozonu içki, siqaret və fahişələrlə tanış eləyir. İlk dəfə idi ki, bir avara görürdüm. Görünüşü məndən fərqli olsa da, insanlardan təcrid olmaq və yolunu azmaq baxımından bənzər idi. Tək fərqli cəhətimiz o idi ki, Horiki etdiyi hərəkətlərin nə qədər utanmaz hərəkətlər olduğundan xəbərsiz idi. Burada Yozo vicdan anlayışına toxunur. Yəni, vicdan nədir? Ən sadə dildə desək, müsbət bir hissdir. Pis insanlar kimə deyilir? Bir cinayət işləyir və bundan zərrə qədər vicdani bir ağrı duymur. Hətta psixopatik insanların təməl özəllikləri vicdan duyğularının olmamasıdır. Horiki də olduqca psixopatik biridir. Onda zərrə qədər dəyər anlayışı yoxdur. İnsanlığını itirmiş biridir. Zaten kitabın əksər qəhrəmanlarında bunu görürük. İnsani dəyərlərini itirmiş personajlardır. Bəs Yozo Horikinin bu qədər problemli biri olduğunu bildiyi halda nə üçün onunla münasibəti davam etdirir? Yazar əslində buna səbəb kimi sosial fobiyanı misal gətirir. Yəni, çox utancaq olduğunu, şəhərdə gəzə bilməyəcəyi qədər insanlardan çəkindiyini və s. Horiki isə onun bu əksiliyini ört-bastır eləyirdi. Amma bu heç də inandırıcı səbəb kimi gəlmir. Lap deyək ki, bir insanın sosial fobiyası var. Axı, bunu həll etməyin yüzlərlə yolu var. Bir psixoloji yardım ala bilərsən ya da özünü müəyyən hadisələrə məruz buraxaraq bu qorxuna qalib gələ bilərsən ki, sosial fobiya çarəsi ola bilən bir problemdir. Amma qəhrəman psixopatik bir adamla dostluq eləməyə başlayır. Niyə? Çünki zidd qütblər bir-birini cəzb eləyir. Horiki və Yozo bir-birləri üçün nə qədər də zərər verici olsalar da, onlar eyni zamanda bir-birlərini tamamlayırdılar. Yozo qorxaq biri idi. Horiki isə əksinə cəsarətli və hiləgər. Yozo Horikinin bu xüsusiyyətlərinə içdən-içə heyranlıq duyurdu. Çünki özündə bu yox idi. Özünü onun yanında daha güvəndə hiss eləyirdi. Bəs Horiki, o nə üçün Yozo ilə dostluq eləyirdi? Biz Horiki tipli insanları öz çevrəmizdə də görə bilirik. Deyək ki, bir oğlan bir qızla tanış olur. Onu zamanla içki ilə, siqaretlə, gecə həyatı ilə, sekslə, psixotron maddələrlə, qısası pis çevrə ilə tanış eləyir və qızın həyatı məhv olur. Ardınca oğlan heç bir şey olmamış kimi qızdan ayrılır və öz həyatına davam eləyir. Bir insan nə üçün bu cür davransın? Horikinin psixopatik biri olduğunu demişdi. Bəs nədir psixopatiya? Psixopatlıq dedikdə mütləq bir manyak ya da qatil düşünmək lazım deyil. Psixopatiya bəzən cəmiyyət içində çox hörmət görən insanlarda da olur. Bu tiplər ilk baxışda cazibədar, azad ruhlu və diqqətçil görünürlər. Xüsusilə də içində boşluq olan və ya sevgiyə ehtiyac duyan insanlar bu tiplərin toruna tez düşür. Qısa zamanda isə həmin insanın şəxsiyyətini yavaş-yavaş parçalayırlar. Bəs bu etdikləri hərəkətlər onlara nə qatır? Əksərən bu insanlar da vaxtilə zərər görmüş olurlar. Valideynlərindən, keçmiş münasibətlərdən, uşaqlıqdakı zorakılıqlardan. Amma bu ağrını içlərində müalicə eləmək yerinə başqalarını ötürürlər.
Yəni mənə bunu elədilər, indi mən eləyirəm. Deyək ki, bir oğlan uşaqkən dəfələrlə təcavüzə məruz qalır. Sonra özü təcavüzkar olur. Gedir bir qızı zorlayır. Bununla da öz təcavüz uğramış mənliyini keçici olsa da unudur. Digər səbəb qısqanclıqdır. Yozo varlı bir ailədə böyüyüb, küçə üzü görməyib, heç ac qalmayıb, pulsuzluq nədir bilmir. Eyni zamanda o çox yaraşıqlı və istedadlı biridir. Girdiyi hər məkanda qadınların ondan xoşu gəlir. Hətta Horikidən daha yaxşı rəsmlər çəkir. Horiki bunu qəbul eləmək istəmir və ona görə də Yozonu öz bataqlığına çəkməklə içində bir növ ondan intiqam alır. Başqa bir səbəb daxili boşluq. Ciddi dərəcədə daxili boşluq yaşayan insanlar cinayətə olduqca meyilli olurlar. Çünki cinayətdə həyəcan var. Cinayət deyərkən mütləq birini öldürməkdən söz getmir. Təcavüz, xəyanət, içki, yöndəmsiz seks həyatı, psixotron maddələr, bunlar da bir cinayət növüdür. Deyək ki, bir qız xəyanətə uğrayır və bununla bir daxili boşluq və dəyərsizlik duyğusu yaşayır. Ardından gedib o da qarşı tərəfə xəyanət eləyir. Ya da ümumiyyətlə həyatının ipini əlindən buraxır. Özünü gecə həyatı, içki, düzənsiz sekslə cəzalandırır. Ki, ruhundakı daxili boşluğu, dəyərsizliyi hiss etməsin. Digər səbəb sadizm. Yəni bir insanın başqasına əzab verməkdən həzz alması. Bu həzz bəzən fiziki şəkildə, yəni birini döymək, ona xəsarət yetirmək şəklində alınır. Bəzən seksual, yəni birinə təcavüz eləməklə, bəzən də psixoloji, yəni təhqir, manipulyasiya, alçatmaq yolu ilə əldə edilir. Yəni bir güc göstərisidir. Mən sənə əzab verirəm, sən mənə tabesən. Bax, mən səndən güclüyəm. Ya da sən xoşbəxt idin, mən səni bədbəxt elədim, sənin həyatını dəyişdirdim. Bax, mən necə də güclüyəm. Bunu eləyən şəxs özünə güclü olduğunu sübut eləmək istəyir. Çünki içdən içə çox aciz və zəif olduğunu bilir. Daxilindəki boşluqla üzləşə bilmir. Yozonun adlı sanlı bir ailənin oğlu olmasına rəğmən bir bar qadını ilə gəzdiyi xəbəri ailəsi ilə münasibətlərinin tamam pozulmasına səbəb olur. Atası ondan ümidi kəsmişdir. Bununla da sahildəki evi satıb Tokyoya köçür. Yozonun həyatının ən çətin dönəmləri bu hadisədən sonra başlayır. Çünki artıq ailəsindən heç bir dəstək gəlmir. Pulsuzluqdan dolayı ciddi sıxıntılar yaşayır və 2 intihara cəhdi də bu dövrdə baş verir. Özündən böyük, evli bir qadınla birlikdə intihara cəhd eləyir. Amma intihar uğursuz olur. Ardından Tsuneko adlı bir qızla tanış olur. Tsuneko bir kafedə ofisant işləyir. Olduqca da zəhmətkeş və səmimi bir qızdır. Hər gün Yozuya kafedə pulsuz yemək və içki təşkil eləyir. Onun yanında özümü narahat hiss eləməyimə ehtiyac qalmırdı. Onunla ikən özümü güvəndə hiss eləyirdim. Mənliyimi gizlətmək hissi duymurdum. Tam da hər şeyin qaydasına girdiyini düşündüyümüz an, bir sabah Yozo bütün əşyalarını yığıb o evi tərk eləyir. Səbəbini isə bu sözlərlə izah eləyir. Zəif bir insan üçün xoşbəxtlik belə qorxuncdur. Pambıq belə onları yaralaya bilər. Xoşbəxtlik ilə onlara zərər verə bilər. Zərər görmədən dərhal uzaqlaşmalıyam. Bu hadisə ilə oxucu çaşbaş qalır. Axı bu qəhrəman nə istəyir? Bir tərəfdən öz mənliyinin qəbul görməsini istəyir. Bir tərəfdən bundan qaçır. Eyni zamanda burada olduqca egoistcə bir davranış görürük. Qəhrəman hekayədə nə qədər empatik bir kimi göstərilsə də, əslində empatiyadan uzaq biridir. Daim özünü düşünür, başqalarını da özünə görə düşünür. Zərər görmədən uzaqlaşmalıyam deyir, amma qarşı tərəfə verdiyi zərəri heç nəzərə almır. Elə buna görə də getdikdən qısa bir müddət sonra Horiki ilə birlikdə Tsuneko'nun işlədiyi kafeyə geri qayıdır. Və burada oxuyarkən tiksinti keçirdiyim bir səhnə baş verir. Horiki Tsuneko'ya yaxınlaşmağa başlayır və bu hadisə Yozonun gözü qarşısında baş verir. O anları belə izah edir. Heç bir peşmanlıq hissi keçirmədim. Sahiblənmə duyğum çox zəif idi. Başqaları ilə mübahisə edəcək gücü özümdə görmürdüm. Bu hissələri oxuyarkən qəhrəmandan iyrəndiyimi hiss eləyirdim. Amma təbii ki, bu davranışın təməlində bir sıra psixoloji gerçəklər yatır. Donma reaksiyası. Qəhrəmanın kriz anlarında verdiyi təməl reaksiya donma reaksiyasıdır. İnsan hadisələr qarşısında 3 cür reaksiya verir. Ya savaşır, ya qaçır, ya da donur. Bir insan nə üçün kriz anlarında savaşmaq deyil, donma reaksiyası verir? Bunun səbəbini irəliləyən hadisələrdə daha aydın şəkildə görə biləcəyik. Çünki bu bir seçim deyil, öyrənilmiş bir davranışdır. Başqa bir səbəb ciddi dərəcədə özdəyər əksikliyidir. Qəhrəman özünü o qədər dəyərsiz görür ki, mübarizə aparmağı belə özünə layiq bilmir. Sosial fobiyanı bu davranışa səbəb gətirmək olar. Sosial fobiya yaşayan insanlar özlərini ətrafdakı hər kəsdən aşağıda görürlər. Onlara görə özlərinin bir seçim, etiraz haqqı yoxdur. Onlar hər kəsə boyun əyməlidirlər. Çünki dəyərsizdirlər.
Digər bir səbəbi isə burada Sigmund Freudun psixoanalitik nəzəriyyəsinə baxaq. Bu nəzəriyyəyə görə insanın psixikası 3 hissədən ibarətdir. Birincisi id. Bu his qısaca mən istədiyim hər şeyi istəyirəm prinsipinə əsaslanır. Yəni məsələn, uşaq dünyadakı bütün oyuncaqları istəyir. İkincisi ego. Reallıq prinsipi ilə işləyir. Ego idin istəklərini reallıqla uyğunlaşdırmağa çalışır. Uşaq dünyadakı bütün oyuncaqları istəyir, amma bir saniyə müddətində. Ego izah eləyir ki, bir saniyədə bu mümkün deyil. Bu reallıqdan uzaqdır. Üçüncüsü superego. Superego cəmiyyətin qəbul etdiyi normalara və vicdana əsaslanır. Superego uşağa izah eləyir ki, dünyadakı bütün oyuncaqlar sənin olsa, digər uşaqlar oyuncaqsız qalar. Bu etik deyil. Yozonun xarakterinə bu nəzəriyyəyə əsasən baxsaq, ən problemli məqam egodadır. Yəni reallıqla sağlam əlaqə qura bilmir. Balanssızdır. İki ucdan birinə düşür. Ya istəklərinin arxasınca gedir. İçki, qadın, intihara cəhd ya da superegonun, yəni cəmiyyətin gözündə maskalanmağa çalışır. Klonluq, yaltaqlıq. O gün Horiki kafedə Tsunekonu öpmür və onun bu öpüşə layiq olmadığını bildirir. Horikinin bu hərəkəti sadizmə dayalı hərəkətdir. Qarşı tərəfi alçaldır və bundan zövq alır. Bu hadisədən sonra Yozo və Tsuneko Kamakuradakı dənizə adlanaraq cütlük şəklində intihara cəhd eləyirlər. Tsuneko ölür, Yozo isə qayıqçılar tərəfindən qurtarılır. Hadisədən dərhal sonra valideynlər onu övladlıqdan rədd eləyir. Bu hadisədən sonra atasının köhnə xidmətçilərindən biri Yozonu himayədarlığa götürür. Lakin bu adam mənfəətçi olduğu üçün Yozo qısa müddət sonra onun evindən qaçıb yenidən Horikiyə sığınır. Mənim üçün həyatda tək ümid işığının Horiki olduğunu görəndə ruhum sanki buz kəsmişdi. Horiki bu dəfə ona çox pis davranır və geri qayıtmasını tələb eləyir. Çünki artıq ailəsi onu övladlıqdan rədd eləmişdi. Həmçinin daim intihara cəhd edən biri Horiki kimi bir adam üçün ayaq bağı idi. Ondan istifadə eləyə bilmir, əksinə yardım etməli olurdu. Yozo bu ərəfədə yenidən bir bar sahibi qadınla tanış olur. Eyni evdə qadının kiçik qızı ilə bircə yaşamağa başlayırlar. Yozo rəsm çəkir və bəzi dükanlara rəsmlərini satmağı bacarır. Qadının evində uzun müddət qaldığı üçün hətta qızı onu özünə ata kimi görür. Hər şeyin düzəldiyini düşünərkən qadının kiçik qızı bir gün Yozoya onun gerçək atasının o olmadığını deyir. Bu söz Yozoya çox təsir eləyir. Bir gün evə gedərkən balaca qızın gülüşünü duydum. Ana və qız oyun oynayırdılar. Necə xoşbəxt idilər. Mən onların arasına girməməliyəm. Qapını bağlayıb getdim və bir də ora qayıtmadım. Ardınca Yozo yenidən bir bar sahibi qadının evində qalır. Oradakı mühit ona xoş gəlir. O ərəfədə barın qarşısında tütün dükanı işlədən Yoshitsan adlı bir qızla tanış olur. Yoshitsan kitabdakı ən saf, ən təmiz obrazlı deyə bilərik. Yozo onun haqqında belə deyir. Onun üz ifadəsindən daha öncə heç kəs tərəfindən kirlənmədiyi dərhal hiss olunurdu. Yoshitsan Yozonu içkidən və siqaretdən tərk etməyə çalışır. Yozo ona evlənmək təklif edir və qəbul edəcəyi təqdirdə içkini atacağına söz verir. Yoshitsan təklifini qəbul edir. Bir gün sonra Yozo içki içir. Bütün bunlara baxmayaraq Yoshitsanla evlənirlər və fəlakət qapını döyür. Gedərək daha çox insan olmağı bacarırdım. Tam da ürəyimdə yenidən həyata davam edəcəyimə dair bir çiçək filizlənirdi ki, Horiki gəldi. Horiki ona bar sahibi qadından xəbər gətirdiyini deyir və daha sonra yenidən içməyə başlayırlar və ardınca tükləri biz-biz edən bir hadisə yaşanır. Horiki yemək istəyir və Yoshitsandan yemək istəmək üçün aşağı düşür. Amma çox keçmir ki, Yozo onu səsləyir. Təlaşla ikimiz də damdan ikinci qata endi. Horiki mənə otağımı barmağı ilə göstərdi. Otağımda 2 nəfər var idi. Əlim ayağım titrəyirdi. O an Yoshitsanı qurtarmaq ağlıma belə gəlməmişdi. Pilləkənlərdə qaldım. Horiki güclü şəkildə öskürdü və mən yerimə qayıdıb uzandım. Yoshitsan o gün yaşlı bir rəsm taciri tərəfindən Yozonun gözü qarşısında təcavüzə uğrayır. Hər kəsin ağlına gələn sual: bu adam nə üçün arvadının təcavüz olunmasına göz yumdu? Travmatik donma refleksi. Təcavüz hadisəsində pilləkəndə dayanması, otağa qayıdıb uzanması. Bunlar bədən yaddaşının travmaya cavab vermə formasıdır. Yozo mübarizə etməyi öyrənməyib. Buna görə də düşüncəsi və bədəni avtomatik olaraq donur. Onun donması beynin qorunmaq üçün seçdiyi yeganə çıxış yoludur. İnanması çətin olsa da əslində bu reaksiya hadisə yaşandığı an onun seçimi deyil, beynin seçimidir. Eynilə güclü bir partlayış əsnasında gözün qırpılması kimi.
və bu hadisə qəhrəmanı geri dönüşü olmayan bir yola salır. O gecədən sonra saçlarıma ağ düşdü və həyata dair bütün inancımı tamamilə itirdim. Bu ağır hadisədən sonra Yoza yenidən içkiyə qurşanır. Günlərin birində çoxlu miqdarda yuxu dərmanı içib intihara cəhd eləyir, amma ölmür, sadəcə huşunu itirir. Və bu intiharın ardından onu dəlixanaya yerləşdirirlər. Artıq günahkar deyiləm, artıq dəliyəm. Dəlilərlə normal insanları bir-birindən ayıran təməl özəllik nədir? Ağıl mı? Ola bilər. Amma yazar burada daha incə bir nüansa toxunur. O da qınaqdır. Yəni, normal bir insan etdiyi yanlış bir hərəkətə görə qınanır. Amma dəli nə eləyirsə eləsin, sadəcə dəlidir deyilib keçilir. Yazar bu cümlə ilə cəmiyyətin nə qədər amansız və düşüncəsiz olduğunu və bu amansızlıq və düşüncəsizliyin onun həyatına verdiyi zərərə işarə eləyir. Yəni, əslində demək istədiyi budur. Artıq dəliyəm. Nə istəsəm edə bilərəm və siz məni qınaya bilməzsiniz. Yəni, cəmiyyət bir insana ancaq dəli olduqdan sonra anlayış göstərir və daha onu qınamır. Dəlixanadan onu qardaşı çıxarır, atasının öldüyünü, artıq evinə qayıda biləcəyini deyir. Yozo da qəbul eləyir. Artıq xoşbəxtəm ya da bədbəxtəm deyə bilmərəm. Hər şey keçir. Bu günə kimi cəhənnəm adlandırdığım insan dünyasında sadəcə bunun gerçək olduğuna inanıram. Hər şey bir-bir keçir. Kitabın sonunda Yozo yaşamış kimi təsvir olunsa da, yazıcı kitabın nəşrindən bir neçə gün sonra sevgilisi ilə birlikdə özünü kanala ataraq intihar edir. Onların cəsədləri günlər sonra parçalara ayrılmış halda tapılır.